çiçeğe, ruh getirir her kalbe her dileğe. Bir renk verir bahar her bir çiçeğe, ruh getirir her kalbe her dileğe. Ben çataram min arzuya dileğe, dileğe. Ne için seni besunu da bilmirəm, ne için seni besunu da bilmirəm, onu da bilmirəm. Ne için seni besunu da bilmirəm, ne için seni besunu da bilmirəm, onu da bilmirəm. Deyirlər ki, yoxdur eşq-i məhəbbət, bir-birinə qız oğlan iradə. Deyirlər ki, yoxdur eşq-i məhəbbət, bir-birinə qız oğlan iradə. Doğrudansa yoktur eşk məhəbbət, məhəbbət. Ne için seni besunu da bilmirəm, ne için seni besunu da bilmirəm, onu da bilmirəm. Ne için seni besunu da bilmirəm, ne için seni besunu da bilmirəm, onu da bilmirəm. Əbədi musiqi, unudulmaz səslər, tarifeylər, Space Radyosu'nda saat 11'den 12'ye dek. Düşünceler. Gülbəniz xanım, bu bizim verilişin anonsu Əminə Yusuf qızının ifasında, Respublikanın xalq artisti Əminə Yusuf qızının ifasındadır. Mən bunu niyə qeyd edirəm? Bugün qoy dinləyicilərimiz də bilsinlər, Əminə xanım Yusuf qızının anadan olduğu gündür. Biz ona can sağlığı arzu edirik və yaradıcılığında daha böyük uğurlar arzu edirik və təbrik edirik Əminə xanımı. Və bir telefon zəngimiz də var, onu da qəbul edək. Qurban müəllim, alo. Bəli. Salam Qurban müəllim. Salam Azad müəllim. Qurban müəllim, bizim bugünkü verilişimizin qonağı, yəni sizin kəndinizin sakini deyil, belə deyək də. Daha doğrusu verilişimizi həsr etmiş Hacıbaba müəllimə, Hacıbaba Həsənov, o da ki, Əhmədli kəndinin sakini olub, Əhmədli anadan olub. Bəli. Və onun qızı da Gülbəniz xanım bizim verilişin qonağıdır. Bugünkü verilişimiz. Yəni verilişimizi ona həsr etmişik. Mən istədim ki, siz Hacıbaba müəllim haqqında öz xatirələrinizi deyəsiniz. Buyurun Qurban müəllim. Mən elə bir xatirə deyəcəyəm ki, bu heç vaxt efirdə səslənməyib. Nə danışırsınız? Gülbəniz xanım da onu bilməyib. 1947-ci il idi. Noyabrın 6-sı. Oktyabr inqilabının 20 illigi münasibəti ilə Filarmoniyada Hacıbaba Həsənovun rəhbərlik etdiyi xalq çalgı alətləri ansamblının konserti oldu. Mən də o konsertin, necə deyərlər, ansamblın üzvü idim. Orada Hacıbaba Həsənovun Bənövşə mahnısını oxudular. Rəhmətli mərhum dahi bəstəkarımız Üzeyir Hacıböy də onu dinlədi. Və dedi ki, bu gəncin, onda Hacıbabanın 22 yaşı var, 25 yaşı var idi. Dedi ki, bunun gələcəyi var. Bu mahnıları ki, belə bu gənc bəstələyir, gələcəkdə xalq bunun mahnılarından zövq alacaq, ruhlarını qidalandıracaq.
Mən bir də onu əlavə eləmək istəyirəm ki, heç kim bunu bilmir. Çünki uzun illər o ansamblda iştirak eləmişik. Hacıbaba müəllim təkcə psixoloq, həkim, bəstəkar yox, eyni zamanda onun pyesləri də vardı. Şeyx Rəhmətullah adında bir komediya yazmışdı. Nə danışırsınız? Qurban müəllim, siz elə gözəl məlumatlar verdiniz. Buyurun, bunları dinləyirsiniz. Yəni deməyiblər, efirə çıxmayıb. Çünki mən Hacıbaba müəllimin bəstələdiyi mahnıların ilk ifaçısı mən olmuşam. Sonradan başqaları. Siz oxumusunuz o mahnılarını, hə? Qurban müəllim. Siz oxumusunuz onun mahnılarını, Qurban müəllim. Efirdə yox. O bəstələyəndən sonra məni oxuturardı və məndən dinləyərdi. Aydındır, aydındır. Mən efirə çıxmamışam onu. Belə ki, mənim elə səsim olmayıb. Səsim zil idi. Amma necə deyərlər, məlahəti olmadığına görə. Demək istəyirəm ki, Hacıbaba müəllim bir insan kimi də, necə deyərlər, gənclərlə gənc, yaşlılarla yaşlı kimi rəftar eləyərdi. Ünsiyyətə girib münasibət bəsləyərdi. Ümumiyyətlə, müharibə qurtarandan sonra intibah devrində Əhmədli qəsəbəsinin sakinlərinin intibah devrini işıqlandıran, çiçəkləndirən məhz Hacıbaba Həsənoğlu. Bunu heç kim inkar eləyə bilməz. Çünki ömrünün 30 ilini Əhmədli kənd klubunda, o vaxtı Kirovun adını daşıyardı. O klubun səhnəsində mədəni maarif işlərini inkişaf etdirən məhz Hacıbaba Həsənov olur. Qoy onun ruhu şad olsun. Çox sağ olun. Və bu verilişi təşkil edənlərə mən sakinlərimiz adından öz təşəkkürümü bildirirəm. Minnətdarıq. Sağ olun. Qurban müəllim, Bəli. sizin bu gözəl xatirələrinizə görə minnətdarlığımı bildirirəm sizə. Çox sağ olun. Sağ olun, sağ olun. Təşəkkür edək Qurban müəllim. Doğrudan da çox maraqlı məlumat verdi. Yəni bu vaxtda heç Gülbən xanım, siz özünüz də mən özüm bilmirdim, bilmirsiniz. yox. Dahi bəstəkar Üzeyir Hacıbəyev Üzeyir qiymət Hacıbəyev. verir. Bu çox böyük. Ona görə atam onu çox sevirdi. Həmişə onu xatırlayırdı. Sentyabrın 18-i mən indiyəcən hər gün, elə bil ki, hər il sentyabrın 18-i bu elə bil ki, mənim qulağımda səslənir atam. Və bir mahnısını səsləndirək Hacıbaba müəllimin Əbülfət Əliyevin ifasında Ellər gözləyir. Göydə yavaş yavaş ulduzlar sönür. Göydə yavaş yavaş ulduzlar sönür. Yoluna baxdıqca qəlbim döyünür. Yoluna baxdıqca qəlbim döyünür. Sənsiz hər dəqiqəm birlə dönür. Sensiz her dakikam birle dönüm. Gel bizi sevgilim eller gözleyir. Aman silme silme sunma çöller yüzleyir. Gel bizi sevgilim eller gözleyir. Aman silme silme sunma çöller gözleyir. Geniş kent yolunda küley dolaşır. Geniş kent yolunda külek dolaşır. Ağacda yarpaqlar hey pıçıldaşır. Ağacda yarpaqlar hey pıçıldaşır. Bu yaşıl cəmilə